aş olar bu. Hə? Bax, Qarabağ aş. Xahiş edirəm, bunu vurğulayaq xüsusi. Nə gözəl hazırlamışsınız. Sizdə mütləq aş olmalıdır, hə, bibi, qonaq gəldisə. Aşının çolpa çıxırtmadır, quzu ətindən boz atmadır. Mən bilirəm ki, mən çox olmuşam da. Məsələn, Cabir müəllim bir də qonaq olmuşuq, neçə səvəz gəldi. Ağdamların evinə getdinsə, mütləq sən Qarabağ aşı hazırlamalıdır. Qarabağ aşı, qarasını da hazırlamışam orada. Qarası hanı? Hə, qarası da göstərəcəyik. Biz hamısını göstəririk tamaşa. Gülün, sən nə bacarsan? Rasim ən çox hansı yeməyə qəşəng hazırlayır? Bax, xahiş edirəm, düzünü etiraf. Nə deyim, tərəki kim 50 dənə duzludur. Hə? Gör sən necə sevirsə həyat yoldaşı, sənətini də sevir. O sevgidən irəli gəlir. Valla inansız mama bax desin, mən mama birdən özü məndən narahat idi ki, görəsən bu nəsə bacarır, yəni nəsə bişirə biləcək falan. Deyirdim ki, içimdə insan gərək sevgisi olsun ki, o oturub kimsə onu yeyəcək. Sevgi ilə eləyəndə hər şeyi bacarır.